Hər kəsə salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə OTK-nın 28 dekabr 2025-ci il 11-ci siniflər üçün buraxılış sınaq imtahanının detallı izahına baxacağıq. İzaha keçmədən öncə qeyd etmək istəyirəm ki, 8, 9, 10 və 11-ci siniflərlə buraxılış imtahanına hazırlıq qruplarımız davam edir. Dərslərə qoşulmaq və yaxud da ətraflı məlumat almaq üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz. 56-cı sualımız kəmiyyət göstəricilərlə bağlıdır. Boşluğumuzun sağ tərəfində cəm isim var. Cəm ismi olması sayıla bilən isim olduğunu göstərir. Bu dəfə sən daha yaxşı bir nəticə əldə etdin. Əgər daha yaxşı bir nəticə əldə edibsə, demək ki, testində daha az səhv var. Bu səbəbdən çoxlu, kifayət qədər daha yazıla bilməz. Onunla istifadə olunur. A few və a little-la article yoxdur. Demək ki, birbaşa doğru cavabımız A variantı. Sənin testində daha az səhv var. 57-ci sualımız yiyəlik hala bağlıdır. Jaket ayrı-ayrılıqda Liza və Toma aiddirsə, yəni hər birinin jaketi varsa, bu zaman jaket sözünün özü də cəmdə olmalıydı. Apostrof S-dən sonra ING-li bir sözümüz gəlib. Bu zaman baxıram ki, cümlədə başqa bir feilimiz varmı? Başqa bir feili tapa bilmədiyim üçün artıq müəyyənləşdirirəm ki, demək ki, buradakı ING feildir. Sophia is preparing deməkdir. 3 doğrudur, Tomun cavabı 4 də doğrudur. Danielin yeni ayaqqabıları. Demək ki, doğru cavabımız Y variantı. 58-ci sualımızda isimlər cərgəsinin tapılması tələb olunur. Hər bir variantdan bir sifəti çıxartsaq, doğru cavabımıza gəlmiş olaraq. Doğru cavabımız Y variantı. İmtahan verən turist, qayçı və kənd. Hər biri isimdir. 59-cu sualımızda isə sifətlər olan cərgəni tapmaq tələb olunur. Yenə hər bir variantdan bir ismi çıxarmağımız kifayət edir. Doğru cavabımız Y variantı. Canlı, həlledici, təsadüfü. 60-cı sualımızda düzgün sifət və yaxud da zərfi tapmaq tələb olunur. İsimdən əvvəl gələn sözümüz sifət, feildən sonra gələn sözümüz isə zərf olmalıdır. Burada smile, gülümsəmək feilindən sonra gəlib, bu səbəbdən də zərf yazmalıyam. Öncəliklə sifətləri çıxardaq. İki variant arasında qalıram. Match müqayisə dərəcəsinin göstəricisi olduğuna görə burada müqayisə dərəcəsi formasında yazılsaydı doğru olardı. Lakin müqayisə dərəcəsi deyil. Bu səbəbdən sadəcə olaraqdan adi dərəcə yazılmalıdır. 61-ci sualımızda sifətin düzgün dərəcələrinin tapılması tələb olunur. Burada Azərbaycanın və İsveçin təbiəti qeyd olunub. Demək ki, ya burada biri yazıb bənzətmə kimi verməliyəm, yəni Azərbaycanın təbiəti İsveçin təbiəti kimi möhtəşəmdir. Ya da 5-i yazmalıyam. Bu zaman artıq belə olur ki, Azərbaycandakı təbiət İsveçdəki təbiətdən daha möhtəşəmdir. Doğru cavabımız Y variantı. 62-ci sualımız kəmiyyət göstəricilərlə bağlıdır. If you-dan sonra gələn ismim cəmdə olmalıydı. Yenə eyni şəkildə a lot of-dan sonra sayıla bilən isim gəlirsə cəmdə olmalıydı. Several-dan sonra gələn isim də cəmdə olmalıydı. Pair sözü təkdə olduğuna görə qarşısında A artiklı qoyulub. 63-cü sualımızda before bağlayıcısı verilib. Before bağlayıcısının sağ tərəfi indiki sadə zamanda, sol tərəfi isə gələcək sadə zamanda olmalıdır. Demək ki, doğru cavabımız Y variantı. O onlara çap etmədən öncə rəhbər məqalələri yoxlayacaq. 64-cü sualımız uzlaşma qaydası ilə bağlıdır. There is, there are, there was, there were tipli cümlələrdə feilə ən yaxın olan ismə baxırıq. Feilə ən yaxın olan ismimiz firefighters cəmdədir. Buna görə xəbərim təkdə ola bilməz. Mübtədada sözünü varsa, sözündən əvvələ baxıram. Noise sözü təkdədir, xəbərim də təkdədir, doğru. Yenə of-dan əvvəlki sözə baxıram, cəmdədir, xəbərim də cəmdədir, doğru. Demək ki, doğru cavabımız Y variantı. 4-də isə sözündən əvvəlki sözüm təkdədir, xəbərim isə cəmdədir. 65-ci sualımızda. Bu tipli suallarda ilk olaraq xəbərin altından xətt çəkilir. Birinci xəbərimiz cəmdə, ikinci xəbərimiz təkdədir. İkinci tərəfdəki xəbərim təkdə olduğuna görə buz və ol yaza bilmərəm. Birinci xəbərim isə cəmdə olduğuna görə törəmə yaza bilmərəm, çünki törəmələrin xəbəri hər zaman təkdə olur. Demək ki, doğru cavabımız Y variantı. Partidə çoxlu qonaqlar var idi, hamısı danışırdı, amma heç kim yemirdi. 66-cı sualımızda boşluğun birinci tərəfində cəm isim var. İşarə əvəzliklərini yazarkən, işarə əvəzliklərindən sonra gələn ismə diqqət yetirmək lazımdır. İsim təkdədirsə, işarə əvəzliyi təkdə, isim cəmdədirsə, işarə əvəzliyi cəmdə yazılmalıdır. Cəmdə olduğuna görə təkdə olanları çıxardıram. Söhbət uşaqların performansından getdiyinə görə bu hissədə də cəmdə verməliyəm. İki variant arasında qalıram. Şəxs əvəzliyinin adlı qalı cümlənin əvvəlində gəlməlidir.
Sözündən sonra gələn hissəmiz obyekt olmalıdır. Bu səbəbdən də doğru cavabımız A variantı. Onların hamısı. 67-ci sualımızda baxırıq ki, conversation və person sözü sayıla bilən isimlərdir. Ən artiklı yazıla bilməz, çünki E və yaxud da ən artiklının yazılması sözün tələffüzündən asılıdır. Person sözü samitlə başladığına görə E artiklı yazılmalıydı. Conversation sözü sayıla bilən isim olduğuna görə qarşısında artiklsız verə bilmərəm. Doğru cavabımız B variantı. While verilirdisə, bildirilirdi ki, iki hərəkətin hər birisi paralel şəkildə baş verir. Yəni, Mary axşam yeməyini düzəldərkən Sara balaca Nikin qeydinə qalır. Doğru cavabımız D variantı. 69-cu sualımızda apartment və heating system sözləri sayıla bilən isimlərdir. Hər ikisinin də saitlə başladığına diqqət yetirək. Apartment advanced. Bu səbəbdən də hər ikisində qeyri-müəyyən artikl olaraqdan ən artiklı yazılacaq. 70-ci sualımız mübtəda xəbər uzlaşmasıdır. Fred təkdədir, has to olmalıydı. Niyyəlik haldan sonra gələn ismə baxaraqdan uzlaşmanı həyata keçirməliyəm. Qazın tükləri cəmdədir, lakin xəbərim təkdə verilib. Doğru cavabımız B variantı 1, 3 və 5. Susan təkdədir, xəbərdə təkdə verilib. Several sözü fişin cəmdə olduğunu bildirir. Both and olarsa xəbər cəmdə olmalıdır, doğru. 71-ci sualımızda definitionun tapılması tələb olunur. Birinci sözümüzün tərcüməsi maraq, nə isə öyrənmək istəyi. Yəni doğru cavabımız C. İkinci sözümüzün tərcüməsi məsləhətləşmə, məsləhət almaq üçün görüş, yəni A variantı. Üçüncü sözümüz yenilik, yəni yeni fikir və yaxud da üsul. Doğru cavabımız B variantı. Bəli, bu zaman doğru cavabımız da B variantı olur. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağım. Videonu dayandıraraqdan detallı formada baxa bilərsiniz. Yetmiş ikinci sualımızda mətnin nə haqqında olduğu soruşulur. Doğru cavabımız A variantı. Mətn bir rəssamın istedadını, yaradıcılığını və təsirini təsvir edir. Əsas ideyaya da bu tam şəkildə uyğundur. 73-cü sualımızda yanlış olan variantın tapılması istənilir. Düzgün cavabımız D variantıdır. Bəhluluzadə ənənəvi texnikaların yaradıcısı olub. Əksinə mətndə deyilir ki, o ənənəvi texnikalara əməl edib onları yaratmayıb. 74-cü testimizdə sualın cavabının tapılması tələb olunur. Səttar Bəhluluzadə yaradıcılıq fəaliyyəti ərzində nə etmişdir? 1. Doğrudur. O özünə məxsus bədii üslub yaratdı. 2 də doğrudur. O əsərlərinə görə çoxlu mükafatlar qazandı. 3 yanlışdır. O gənc rəssamlara təsiri olmayan bir irs qoydu, əksinə təsiri olan bir irs yaradıb. 4 də yanlışdır. O görkəmli repertyor kimi tanındı. Rəssam kimi tanınmışdır. 5 doğrudur. Rəsmlərini elə çəkirdi ki, kosmosdan çəkilmiş şəkillərə bənzəyir. Doğru cavabımız 1, 2, 5, Y variantı. 75-ci sualda cümləni mətnə uyğun olaraqdan tamamlayın. O, yumşaq rənglərdən və güclü rəsm xətlərindən istifadə edirdi. Təbiəti daha parlaq vermək üçün. Bir də 3, təbiəti real həyatda olduğundan daha gözəl göstərmək üçün. Doğru cavabımız 1 və 3, B variantı. 76-cı sualımızda professional sözünün sinoniminin tapılması tələb olunur. Doğru cavabımız career sözüdür, hansı ki peşə, sənət yolu mənasında istifadə olunur. 77-ci sualımızda verilmiş cümlənin ardını taparaqdan iki sözü dəyişdirmək tələb olunur. Ekranın sağ tərəfində müvafiq olaraqdan sözlərin sinonimlərini qeyd etmişəm. Sualımızın tərcüməsi Azərbaycanın tanınmış şəxsiyyətlərindən, məsələn, yazıçılardan, rəssamlardan və ya elm adamlarından hansılar haqqında yazmaq istərdiniz? 79-cu sualımızda 3-cü abzasda verilmiş definitiona hansı sözün uyğun gəldiyi soruşulur. Doğru cavabımız inspire, yəni kiməsə nə isə yaxşı etmək üçün həvəs və yaxud da özünə inam vermək. Hal-hazırda dinləmə olmadığına görə dinləmə suallarına keçid edə bilmirəm. Lakin dinləməni əldə etdikdən sonra cavabları şərh bölməsində qeyd etməyə çalışacağam. Videonu bəyəndinizsə bəyən butonuna basmağı, kanala abunə olaraqdan şərh yazmağı unutmayın.